Salam dostlar. Bu mənim ilk YouTube videomdur. İlk videom olduğu üçün bir qədər həyəcanlı ola bilərəm, bir qədər sözlərimi seçməkdə düşünə bilərəm, amma ki düşündüm ki, hardasa başlamaq lazımdır. Əlimdə kamera ilə çəkirəm bu videonu. Kambodiyada bir lokal yerdə, bir şəhərdə, heç ilk dəfə olduğum bir yerdə, bir otel otağında oturub bu videonu çəkirəm. Və bu hesabda, bu kanalda, bu YouTube videolarındakı məqsədim sadəcə bu illər ərzində yollarda yaşadığım təcrübələri bölüşməkdir. Mən əsasən Asiya ölkələrini gəzirəm və Asiya ölkələrinin həyatımı necə dəyişdirdiyini, bu yolda başıma gələnləri sadəcə öz təcrübələrimdən yola çıxaraqdan sizlərlə bölüşəcəm. Mən artıq 4 ildir ki, tək səyahət eləyirəm və mən ilk Asiyaya gəldikdə turla gəlmişdim və ilk günlərdə mən dedim ki, mən burada yaşamaq istəyirəm. Mən Asiyada yaşamaq istəyirəm. Buradakı səmimilik, buradakı insanların istiliyi, buradakı həyatın sadə axışı mənə çox yaxşı gəlmişdi və ürəyimdə bir yerdə nələrsə dəyişməyə başlamışdı. Və mən bugünkü videomu ilkdən başlamaq istəyirəm. Mən ümumiyyətlə Kambodiya haqqında danışmaq istəyirəm. Mən Kambodiyaya ilk dəfədir səyahət edirəm və buna görə Kambodiya haqqında təəssüratlarımı bölüşmək istədim. Xüsusilə də Azərbaycandan gələn vətəndaşlar üçün burada nələrə diqqət eləməlisiniz. Kambodiya ilkin təəssüratlarım çox möhtəşəmdir. İlk öncə onu deyim. Mən Siem Reap şəhərindəyəm. Adını yerləşdirəcəm bura bir hissəyə. Daha çox turistik şəhəridir, kiçik bir şəhərdir və burada daha çox insanlar nəyə görə bura gəlirlər? Bir templu görmək üçün. Templun adını da yerləşdirəcəm bura. Templu görmək üçün gəlirlər və UNESCO-nun tərkibinə daxil olmuş Angkor Wat templını görməyə gəlirlər və ona görə də bu şəhərə daha çox üstünlük verirlər. Onunla yanaşı buradakı həyatın axışı çox insanın içini hüzurla doldurur. Ümumiyyətlə Kambodiya haqqında danışım. İlk başdan başlayaq. Vizanı necə almaq? Kambodiyaya gəlməzdən öncə mən araşdırmalar elədim ki, birinci viza məsələsinə. Vizanı qapıda gəlib ala bilirsiniz. Azərbaycan o listin içərisindədir ki, Kambodiyaya gəlib vizanı qapıda ala biləsiniz. Hava limanında indikdən sonra şəkildə yerləşdirirəm bura. Oradakı lövhənin üzərində viza yazılıb və istiqamət göstərilib. Gedirsiniz aşağıda check-in hissəsində siz öz vizanızı alırsınız orada. Buna gələcəm, burada yaşadığım problemləri danışacağım, amma vizanı başqa cür necə ala bilərsiniz. 30 günlük viza verirlər, turistik vizadır. Müraciət elədiyiniz müddətdə artıq bu aktivləşir. Bu daha çox viza deyil də ölkəyə giriş proseduru deyə bilərik ki, sizin informasiyalarınızı istəyirlər, bilet məlumatlarınızı istəyirlər və s. Mən linki də yerləşdirəcəm. Bunu onlayn şəkildə diləmək olur. Visa on arrival deyə bir başlıq altında saytın linkini yerləşdirəcəm. Orada girib siz, burada çox önəmli bir məqam var. Mən bu məqamı ötürdüyüm üçün mən onlayn ala bilmədim və gəldim qapıda bu problemləri yaşadım. Onlayn almaq üçün bir həftə öncədən müraciət etmək lazımdır ki, sizin uçuşunuzun vaxtından bir həftə öncə o saytın linkinə daxil olub vizanın, yəni bu prosedurlara müraciət eləsiniz. Onlayn eləmək bir qədər daha çox ödəyirsiniz. 36 ya 38 dollar olmalıdır. Ödəyirsiniz onlayn və artıq sizə cavab gəlir və onu qapıda göstərib rahatlıqla keçə bilirsiniz ölkəyə gələndə. İkinci məsələ isə mən istəyirdim onlayn eləyim. Mən Malayziyadaydım. Malayziyadan Kambodiyaya keçəcəydim və artıq biletimi almışdım. Mən düşündüm ki, müraciət eləyən kimi onlayn eyni gündə ala bilirəm. Biletimi almışdım. Bilet də çox uyğun qiymətə idi. Qaçırmayım dedim. Elə həmin axşam aldım. Bu arada Malaiziyadan Kambodiyaya cəmi 50 dollar verib mən uçub gəlmişəm.
bagaj daxil. Və onlayn almaq istədikdə mən girdim, məlumatları dolduranda orada mənə bildiriş gəldi ki, uçuşundan bir həftə öncədən sən bunları onlayn doldurmalısan. Amma qapıda alanda gəlib eyni gündə ala bilirsən. Nəysə artıq mən başqa bir yolum yox idi. Mən gəldim ki, qapıda alım. İndi gələk mən burada qapıda alarkən hansı bir qədər problemlərlə üzləşdim. Bu arada mən ilk dəfə idi ki, qapıda viza alırdım hansısa bir ölkədə və tək səyahət edirəm. Onun da gətirdiyi daha çox məsuliyyət. Mən ümumiyyətlə Kambodiyanı çoxdan görmək istəyirdim. Xüsusilə də Angkor Wat Temple'ını çoxdan görmək istəyirdim. Xəyallarımdan biri idi desək doğru olar. Və bu həyəcanla gəlirəm hava limanına. Artıq bilirəm ki, vizanı qapıda ala bilərəm. Təyyarədən düşdüm və gəldikdə gördüm ki, lövhənin üzərində də viza qeyd olunub ki, ala bilərsiniz. Və qapıda alınan vizaya isə $30 ödəyirsiniz, daha uyğundur onlayn almaqdan. Sıra varsa bir qədər sırada gözləyirsiniz. Amma yəni mənim şansımdan həmən gündə sırada cəmi 4-5 nəfər var idi. Və mən sevinə-sevinə gəlirəm ki, aha, vizamı alacağam, qapıda alıram. Belə hamı rahat alır, cəmi 1-2 dəqiqə görürəm ki, hamı sırada dayanır, pasportlarını verirlər, ödənişini edirlər, vizanı alırlar. Nəsə sıra mənə gələndə mən də arxadayam, mən arxada gəldim və mənim pasportumu bir başqa polisə verdilər, məni daha yan masaya çağırdılar. Mən artıq belə beynimdə suallarla, qorxu ilə görəsən nə olub və mən Asiyanın başqa ölkələrində də olmuşam. O an düşünürəm ki, görəsən mənim pasportumda olan hansısa peçatımı bu ölkəyə girməmə əngəldir və yaxud da ki, Azərbaycan görəsən viza ala bilmirmi qapıda, nəsə bir problem var ki, o qədər sıranın içərisindən məni çıxardıb yan masaya alırlar və polisin yanına aparırlar. Və belə olduqda ilk dəfədir bu hadisə başıma gəlir. Və mən də maksimal özümü stresi göstərməməyə çalışıram, gülər üzlə belə sakit danışıram ki, yad ölkədəyəm, təkəm və dillərini də bilmirəm. Və indi ingilis dilləri də o qədər yaxşı deyil. Və belə olduğu təqdirdə mən necəsə soyuqqanlığımı qorumalıyam. Və başladılar mənə çoxlu sayda suallar verməyə. Və məndən soruşdular ki, ümumiyyətlə Azərbaycanı tanımırlar. Ən önəmli məqam məndən soruşurlar ki, hansı ölkədən tranzitlə gəlmisən, neçə dənə ölkədən gəlmisən, hansı ölkənin vətəndaşısan. Sonra mənə sual verdilər ki, ölkələrdən çıxış giriş vaxtlarının peçatını göstər. Mən orada Azərbaycanlı olduğumu deyirəm. Düşünürlər ki, Azərbaycan. Çox eşitməyiblər, yəqin ki, az turist gəlir Azərbaycandan. Mənə deyirlər ki, türksənmi? Çünki mən Türkiyə üzərindən uçub gəlmişdim. Malaziyadan keçmişəm Kambodiyaya. Deyirsən İstanbuldansanmı, Azərbaycan Türkiyədədirmi? Bu cür suallar verirlər. Və mən artıq bir qədər, necə deyim ki, biraz qorxmağa başladım. Doğrusunu desəm ki, bu cür suallar verirlərsə, mən necə orada soyuqqanlı qalım. Və bura qədər də hələ başa düşmürəm söhbət nədən gedir, niyə məni saxlayıblar. Çünki hər kəs rahat ödənişini eləyib keçir. Nəsə bu cür sualları verdilər. Axırda gördüm ki, artıq özümü inandıra bildim ki, mən bura turist kimi gəlmişəm, Azərbaycanlıyam. Həqiqətən turist kimi gəlmişəm bu arada bura. Və mənim pasportumu artıq göndərdilər ikinci qapıya. İkinci qapıya gedəndə hələ ilk eşidirəm arxa fonda Azərbaycan, harada var Azərbaycan. Bu kimi bir suallar verirlər. Və artıq ödəniş hissəsinə gələndə vizamın ödənişini elədim, $30. Kartla da ödəyə bilirsiniz, nəqdlə ödəyə bilirsiniz. Və burada çox maraqlı bir fakt var ki, Kambodiyada özlərinin yerli pulları olsa da 2 dənə ödəniş valyutası var. Dolları da nəqd şəkildə ödəyə bilirsiniz, rahatlıqla mağazada, aeroportda və sizə onu nəqd qaytarırlar geri və özlərinin yerli pullarına da çevirə bilərsiniz və kartla da ödəyə bilirsiniz. Bu rahatlıq var. Nəysə, mən ödənişi elədim, məni artıq göndərdilər digər qapıya ki, pasportuma peçat vursunlar və ikinci dalğa da orada başladı.
Mən ora getdim, pasportumu göstərdim, ödənişimi göstərdim, qəbzini falan. Və yenə də məni oradan da götürdülər başqa polis məntəqəsinə, qapısına göndərdilər. Xüsusilə bu qapıya göndərəndə məni ən çox belə düşünürəm məqam o idi ki, bunlar çox sərt idilər, ümumiyyətlə çox sərt idilər. Danışıq tərzləri, ingilis dilini çox yaxşı bilməməkləri. Qorxdum ki, özümü ifadə edəcəm də burada. Amma daimi gülürəm, pozitivəm ki, onlara da müsbət enerji ötürüm. Və belə olduğu təqdirdə məni apardılar, belə generallar gəlib falan filan, yəni xüsusi geyimdə, bilmirəm nədir, orada işləyən insanlar. Və Azərbaycan, mənə bir sual verirlər, görəsən keçirtməyək. Və sırada gördüm ki, bu ikinci məntəqədə 3-4 nəfər yenə var. Cavan oğlanlardır, Pakistandan, Hindistandan və mənəm Azərbaycandan orada. Sonra yenə orada mənə suallar verdilər, bir qədər söhbət elədilər, məndən yenə izah elədim bütün prosesləri və axırda mənə peçat vurub, məni birinci dəqiqədən sonra keçirdilər. Vizamı aldım və viza məsələsini burada həll elədik. Və ona görə də çox məsləhət görərəm ki, onlayn şəkildə alasınız və belə rahatlıqla gələsiniz ki, qapıda bu cür mənim kimi gözləməyəsiniz. İkinci məqam, Kambodiyada düşünürəm ki, bir Azərbaycanlı gəlməzdən öncə bilməli olduğu ən önəmli məqamlardan biri ki, mən gəldim, bu problemlə burada üzləşdim. İkinci məqam isə, Malayziyada olanda mənim telefon şəbəkəm işləyir, mən bu arada Azercell istifadə edirəm. Roamingim aktivdir, kartlarım işləyir və Malayziyada heç bir problemim olmadığı üçün orada kart işlərimi rahat həll edə bilirəm, telefon şəbəkəm aktivdir. Kambodiyaya gələndə də isə heç istifadə eləməmişəm və düşünürəm ki, burada da hər şey qaydasındadır. Nəysə, 3-4 gündür Kambodiyadayam və 4-cü gün artıq mən kartımla bir ödəniş eləməli oldum onlayn və məndən burada telefonuma şəbəkəsinə bağlı olduğu üçün, yəni nömrəmə bağlı olduğu üçün 3-də secure kodu istəyirlər və o da mənim Azərbaycan nömrəmə gedir, Azercell nömrəmə gedir və oradan kod gəlməlidir ki, mən onlayn bunu təsdiqləyim. Və o an fərqinə vardım ki, mənim kartlarıma gəlmir kod, şəbəkəm yoxdur və başa düşdüm ki, mənim burada setim, şəbəkəm yoxdur Azercellin. Və belə olduğu təqdirdə mən Azercellə yazdım. Bildirdim ki, bəs mənim şəbəkəm yoxdur və onlar mənə dedilər ki, Azərbaycanla Kambodiya arasında Azercellin sazişi olmadığı üçün biz sizə kömək edə bilmərik. Və burada qaldım, nömrəsiz, şəbəkəsiz, onlayn ödənişlər edə bilmirəm və məcbur oldum ki, burada eləyəcəyim prosedurları necəsə harda nəqd və kartla ödəniş edə bilirəmsə elə edim. Və bu önəmli məsələlərdən biri idi. Yəni məndə Azercelldə şəbəkə olmadı. Siz yenə də gəlməzdən əvvəl bu məsələni araşdırın ki, gəlib burada problemlər yaşamayasınız nömrə şəbəkənizlə. Belə ən çox bölüşmək istədiyim 2 məqam bu idi ki, viza və burada nömrə. Və ödənişlərlə də bağlı dediyim kimi kartlarınızı rahat istifadə edə bilirsiniz. Nəqd, dollar və özlərinin yerli pullarını da istifadə edə bilirsiniz. İkinci məqam, üçüncü məqam isə biletlər təbii ki. Biletləri də mən Asiyaya Malayziya üzərindən gəldiyim üçün uyğun qiymətli aldım, $50. Bununla bağlı ayrıca bir video çəkərəm. Ümumiyyətlə biletlərimi necə alıram, hardan alıram ki, daha uyğun qiymətə gəlsin. Bugünlük bu qədər. Ümid edirəm ki, Kambodiyaya gəlməzdən öncə bir qədər məlumatınız olacaq. Önəmli məsələlərlə, xüsusilə viza ilə bağlı. Əgər suallarınız varsa, fikirləriniz varsa, şərh bölməsində yazıb mənimlə bölüşə bilərsiniz və davamlı videolar çəkib paylaşacağım. Belə, özünüzə yaxşı baxın və səyahətə başlamağa, ilk addımları atmağa istəyirsinizsə və bununla bağlı suallarınız varsa, burada Instagram hesabımı yerləşdirəcəm. Mənə yaza bilərsiniz və yaxud da şərh hissəsində yaza bilərsiniz ki, suallarınızı növbəti videolarda mən cavablandırım.